Hala bir hökmü fiqhi var. Deyir, əgər bir məsələn bir çöllüydü, bir meşədir. Meşədə bir dənə it yata bir dənə ceyranla. İt ceyranla yata, ondan bir uşaq ola. Bir uşaq ondan vücuda gələ. Bu itdir ya ceyrandır. Bəhs edilir o fiqhidə. Ya bir it qoyunla yata. Ondan bir uşaq mütəvəllid olur, bir vücuda gəlir. Bu itdir ya qoyundur, hansıdır? İt olsa nəcisdir, yemək olmaz. Qoyun olsa həlaldır. Nəcür vuraq, bir məhək vur, məhək nədir? O yine ahəngərlər o qızıl satanların məhəkindən tökək oraya. Deyir, yox, onun məhəki budur ki, həm sümük qoy qabağına, həm ot. Ot yesə qoyundur. Ceyrandır, sümük yesə itdir. Ondan deyirlər, ey aqil, nəfsüvə də həm Allahı görsət, həm nəfsaniyyatı, həm günahı. Gör, hangisinə meyli var? Nəfsü. Əgər gördün nəfsun Allaha meyliliyləmin, meyl səni görsədib, mən sizə gəlibsən Fatıma-i Zəhranın anına, bil oyanıbsan, bil insaniyyətin göyərib. İnsaniyyətin göyərib, adamsan. Həmin meylin görsədik adamsan. Vaxtı Allaha tərəf hərəkət. Amma meyliyə verən görsün, səni günaha çəkək. O naməhrəm, o şəhəvat. Bilginən ki, sukut eləysən. Muraqib ol. Əl-hafizunə li-hududillah. Mömin kimdir? Mömin Allahın mərzin saxlayan, sərhəddən keçməz. Allahın dini Allahın sərhəddidir. Öz ölkəsidir. Allahın ölkəsinə daş atma. Allahın ölkəsinə daş atma. Heç kəs ora daş ata bilməz. Özün şikəst yiyəcəksən. Allahın ölkəsinə daş atma. Ora hər kəs oraya gəlib şikəst yeyibidir. Ora gələn xar olub. Qudrət onun qudrətidir. Və mən nəsr illa min indillahil əzizil həkim. Nüsrət onun əlindədir. Pərverdigari aləmin. Fəth onun əlindədir. İzə cəə nəsrullahi vəl-fəth. Odur fəth eləyən.